Salam, hər vaxtınız xeyir, dəyərli abituriyentlər, dəyərli şagirdlər. Xoş gördük sizləri. Bilirik ki, 16 mart tarixində Dövlət İmtahan Mərkəzi ildə cəmi bircə dəfə keçirdiyi o blok sınağını keçirdi və həmin blok sınağının Azərbaycan dili sualları kanalımızda var. Onun da altında o qədər yazdınız ki, ay müəllim, ədəbiyyat gəlsin, ədəbiyyat gəlsin. YouTube-da ədəbiyyatı heç kəs çəkməyib, hələ də çəkməyiblər. Və mən də əslində əvvəlcə niyə çəkməmişdim, onun da səbəbini deyim. Çünki Dövlət İmtahan Mərkəzi ildə bircə dəfə sınaq imtahanı keçirir. Yəni düşünürsünüz, bu Dövlət İmtahan Mərkəzi rəsmi şəkildə bir dəfə sınaq imtahanı keçirir. Və həmin sınaq imtahanını abituriyentlər belə loru dildə desəm gözünə soxmalıdır. Yəni belə deyim də tapıb işləməlidir, nəyin bahasına olur olsun. Çünki qəbul formatı bir dənə oradadır. Yəni belə deyim də özəl kurslar təşkil elədiyi sınaq imtahanını çəkib paylaşsaq, hamı baxar. Amma maraqlı bilirsiniz, mənə çox qəribə gəlir. Həmişə mən bunu bilirsiniz, başqa sınaqlarda da demişəm. Ümumiyyətlə, kütlənin getdiyi bir yer var da, kütlə bir şey istəyir. Hamı gedir deyə elə bilirlər doğru odur. Amma Dövlət İmtahan Mərkəzi rəsmi şəkildə sınaq imtahanı keçirir və onu izah eləyib, hamıdan da qabaq YouTube-a qoymuşam, heç kəs də qoymayıb. Azərbaycan dilinin izahına cəmi 4000 nəfər baxıb. Halbuki bu bir gün ərzində olmalıydı 15 min, 20 min, 30 min. Niyə? Çünki bilirsiniz, başqa kursların falan o rəsmi olmayan sınaqları paylaşanda nə qədər adam baxır. Yəni ondan çox adam baxır. Maraqlı bir tendensiyadır. Yəni bunu mən özüm belə araşdırıb başa düşə bilmirəm ki, bu nə deməkdir. Nəysə, bu arada bir də son vaxtlar video falan az çəkirəm. Yəni üzrü sayarsınız, yazırsınız tez-tez. Çünki biraz sınaq qrupları, dərs qrupları, sürət qrupları başlayıb. Artıq bunlara başım biraz çox qarışıb deyə. Amma çalışacağım ki, videolar davamlı şəkildə gəlsin və sizə 16 martın bugün həmin o ədəbiyyat suallarını çox istəyirdiniz. Həmin sualları sizlər üçün izah edəcəm. Həm də səliqəli şəkildə görürsünüz, artıq yazmışıq. Və bu arada sınaq qruplarımıza qoşulmaq üçün sınaq deyəndə daha doğrusu sürət qrupumuza da qoşula bilərsiniz. Orada sürət qrupunda biz dərsləri sürətli şəkildə imtahana qədər, birinci blok imtahana qədər bütün proqramı keçəcəyik. Artıq başlamışıq. Amma siz nə qədər, nə vaxt qoşulsanız olar, qoşula bilərsiniz və oradan davam edirsiniz. Əvvəlki sınaqları falan nə varsa hamısını, nə işlətmişiksə hamısını siz də görə bilirsiniz. Yəni bizdə elədir ki, sən məsələn gecikmək söhbəti yoxdur da, belə deyim. Və istədiyiniz vaxt qoşula bilərsiniz. Həm də nə elədik? Sınaq qrupunun qiymətini cəmi nə elədik? 15 manat. 15 manat. 15 manata nə var? Siz həftədə 3 dənə sınaq işləyirsiniz. Məsələn, Azərbaycan dilinə qoşulmuşsunuz, 15 manat vermişsiniz. Ay ərzində həftədə 3 dənə sınaq, cavabları və video izahı. İstəsəz hansı sualı istəsəz baxırsınız. Bunun üçün vaxt da tələb olunmur. İstədiyiniz vaxt sınağı 5 dəfə də işləyə bilərsiniz, hər sınağı. Və sınaqlar DİM-in özünün sınaqları, qəbulları və eyni zamanda OTK-nın sınaqları bunlardan ibarətdir. Və siz o sınaqları işləyib özünüzü profesional şəkildə təkmilləşdirə bilərsiniz. Həqiqətən də indiyə qədər məsələn bizdə də 20, 25, 30 manat idi sınaq qrupları. Amma sınaq qruplarını cəmi 15 manat elədik ki, hamı doluşsun ora və işləyə bilərsiniz. Hamıya əl çatan olsun da. İndi bəzi adamlar var, hazırlığa gedir falan, məsələn sınaqlar istəyir. Biraz baha olmasın. Başa düşdünüzmü? Özüm elədim. İndi eləmişəm özə bir həftədir. Deməli uşaqlar, sürət qrupuna da indi qoşula bilərsiniz. Sürət qrupunda da həftədə 3 dəfə dərs keçilir. Ədəbiyyat üzrə ayrıca, Azərbaycan dili üzrə ayrıca seçmə suallar müxtəlif toplulardan işləyirsiniz. Plus mövzu sınaqları, plus sınaq qrupuna artıq sürət qrupuna qoşulanda sınaq qrupu tam ödənişsiz olur. Orada qoşuruq sizi. Belə deyək, yəni maksimum dərəcədə istifadə edə bilərsiniz. Bu belə. Nəysə ki, keçək sınağımızın izahına uşaqlar. Bax, görürsünüz, sərgəli şəkildə sizlərə yazmışıq bunları. Başda da görürsünüz, 16 mart DİM-in sınağıdır, 2025. Deyir ki, birinci sualda, Cavidin İblis əsərinin məzmunu ilə bağlı hadisələrdə daha sonraya aid olanını müəyyən edin. Rənanın atasının qatilinin İbn Yəminin olduğundan xəbərdar olması. Bunu bilirik. Əsərdə Vasif Rəniyə deyir ki, atasının qatili İbn Yəmindir. Elə Arif də onu qısqanclıq zəminində qardaşını öldürür bilmədən.
Həmin hissədən də əsərin sonlarına doğru Rənanın İbn Yəminin xəyanətləri ilə bağlı sənədləri Arifə verməsi bundan qabaqdır. Sərxoş vəziyyətdə olan Arifin Xavəri öldürməsi o da adan qabaqdır. Sonra Arifin ixtiyar şeyxdən dərdinə dərman istəməsi bu da qabaqdır, yəni daha əvvəl olur. Haydular tərəfindən tutulub gətirilən İbn Yəminin Elxanın tanıması. Bəli, bu da yəni bu hadisədən yəni qabaqdır. Deməli, əsəri oxuyan daha yaxşı bilir. Burada izahlıq da bir şey yoxdur. Ən son baş verən A variantıdır. Keçək ikinci suala. Maraqlı suallardan biridir. Deməli, Haqverdiyevin Bomba əsərində baş qəhrəmanın, yəni Kərbəlayı Zaldır bilirsiniz baş qəhrəman, xarakterinin üzə çıxmasına imkan yaradan əsas məqamlara aid edilə bilməz. Yəni, hansı məqam onun xarakterini açmır? Belə deyək. Pristavın sözlərindən onda yaranan təəssürat. Pristavın sözləri onda elə təəssürat yaradır ki, bu nəsə bir iş görməlidir, nəsə bir şey eləməlidir ki, bu dövlətin gözündə yaxşı adama çevirsin. Onun xarakteri də bilirik də, belə deyək, özündən yuxarı vəzifələrə yaltaqlanan belə bir obraz idi. Ona görə bu olar. Bizə olmaz lazımdır. Arvadı ilə söhbətindən də görürük ki, xaraktercə necə bir insandır, bunu da görürük. Gecələr şəhərin küçələrində qarovul çəkməsi, bu onun xarakterini açmır. Adam qarovul çəkir də, yəni orada onun xarakterini açacaq bir şey yoxdur. Dövlət qulluğuna münasibəti, bəli, deyir ki, dövlət qulluğu deyir, arvadına da deyir ki, deyir sən dövlət qulluğunda işləsən, oradan əl çəkmərsən, təxmini belə bir məzmunlu nitqdir. Qaradavoyları Feyzullahın evinə yığması, bu da onun xarakterini açır ki, yalandan əmin olmadığı bir şeyi ortaya atır. Deməli, bu C variantı burada onun xarakterini açmır. Növbəti, deməli, suala baxaq. Nəsiminin Sığmazam qəzəlinin lirik qəhrəmanı haqqında hansı fikir səhvdir? Onun söylədiklərini şərh etməyə çalışanlara susmaq, lal olmaq barədə xəbərdarlıq edir. Var. Deyir ki, kəs sözünü əfsəm ol, şərh-i bəyanə sığmazam. Belə bir hissə var. Söylədiklərini hökm şəkildə dilə gətirir. Bəli, söylədiklərindən də əmindir. Hökm şəkildə dilə gətirir. Fikirlərinin doğruluğuna əmin olduğu üçün qətiyyətlidir. Bu da elə bil ki, B-də verilən fikrin bir növ təsdiqidir. Dünyada yalnız cahillərdən çəkdiyini bildirir. Belə bir şey yoxdur. Cahillər falan belə bir şeydən danışmır əsərdə. Allaha xas əlamətlərin insanda tapdığına inanır. Onsuz da bu təriqət tipli şeirlərindən idi və bu da doğrudur. İnsanı uca tutur, insanda Allahın işarəsini müəyyənləşdirir və deyir ki, B variantı cavabımızdır. 64-cü suala baxırıq. 64-də deyir ki, Gələcək gün romanında Firudin obrazı haqqında doğru fikirləri müəyyənləşdirir. Ərbabın oğlunu döyür. Bəli, əsərin lap başında ərbabın oğlunu döyür. Ağır durumda olan kəndlilərin halını acıdığı üçün həmişəlik onların yanında qalacağına söz verir. Belə bir şey eləməmişdi, səhvdir. Musa kişinin günahını öz boynuna götürür, onu cəzadan qurtarır. Bəli, irəli çıxıb deyir ki, mən eləmişəm, dəci mən pozmuşam. Ədalətsiz məhsul bölgüsünə etiraz etdiyi üçün Hikmət İsfaninin qəzəbinə tuş gəlir. Əlbəttə ki, belə olur. Hikmət İsfani ona şallaqla vurdurur. Sonra da hələ bundan siyasət qoxusu gəlir deyib aparırlar. Qoca müəlliminin köməyi ilə Darülfünə daxil olur. Düzdür, qoca müəllimi ona kömək edir, amma Darülfünə daxil olmaq üçün elə kəndə getmişdi ki, pul yığsın filan, gəlsin Darülfündə oxusun. Ona görə yanlışdır. Cavab olacaq nə? 1, 3, 4. Növbəti sualımız 65. Deyir ki, Sevərin dilənçi qadının yanında olan sözlərində hansı məlumatlar verilir? Yəni, dilənçi qadının yanında dediyi sözlərin nə məlumat verir? Özü haqqında danışır əsas. Oktayın sürgündə olarkən Sevəri dayısına tapşırması, bu var. Oktayın hökumət əleyhinə təbliğat apardığı üçün sürgün olunması məsələsi onun nitqində ümumiyyətlə yoxdur. Sürgündən qayıtdıqdan sonra deməli, Oktaya vəzifə təklif olması sürgündən qayıtdığını ümumiyyətlə bilmirdi heç bu. Sevərin qulluqçuluq etməsi, xəstələndikdən sonra isə qovularaq küçələrə düşməsi var idi. Deməli, nə olur? 1, 4, o da A variantı. Sonra 66. Bu da çox xırda həcmli bir sualdır. Vaqif piyesi ilə bağlı düzgün fikirləri müəyyən edin. Hadisələr Şuşada Vaqifin evində Əli bəyin toy məclisi ilə başlayır.
Bu yanlışdır. Əsəri oxuyan abituriyentlər ilk öncə bunu düz götürə bilərlər. Niyə? Çünki əsərdə verilən hissə birinci budur. Amma orada bir pərdənin qısa məzmunu verilib. Əsər əslində deməli Molla Pənah Vaqifin evində hadisələr başlayır. Yəni əsas hadisələr oradan başlayır. Vaqif də ora qonaq gedir, səmimi söhbəti və Vaqif Vidadini oğlunun toyuna dəvət eləyir. O da dəvəti qəbul eləyir. Bax, əslində heç hadisələr Şuşada baş vermir. İlk pərdədə Şuşada baş vermir, Qazaxda baş verir. Baxın, yadınıza saxlayın. Mövzu tarixdən alınsa da, tarixi həqiqətlərə müəllifin sərbəst yanaşması ilə seçilir. Onsuz da bunu tarixi mövzulara hansına desə, tarixi mövzuda yazılmış əsərlərin hansına desə, bu fikir düzdür. Xuraman obrazı nəfsinə əsir olaraq qürurunu itirən, mənsəb və şöhrət düşkünü olan qadın kimi təqdim olunur. Bəli, Xuraman belə idi, düzdür. Həm Qacar, həm İbrahim xan doğma dilinə mənsub olduğu xalqa nifrət edirlər. İbrahim xana aid etmək olmaz. Amma Qacar, bəli, türk olsa da türk dilindən nifrət eləyir. Vaqifin Eldarla dostluğundan hiddətlənmiş Qacar Şuşanı ələ keçirən kimi onu hüzuruna çağırtdırır. Yəni, dostluğundan hiddətlənmir ki, o məsələ bu deyildi. Ona görə bu yanlışdır. Və bizə nə demişdi? Düzgün fikirlər. Demək, qaçaq Eldar Vaqifdən sifariş aldıqdan sonra Qacarın qoşuna hücum edir. Bu doğrudur. Deməli, düzlər 2, 3 və 6. Cavab olacaq Y variantı. Növbəti sualımıza baxırıq. Bu da belə deyək, bir maraqlı suallardan biridir. Basatın Təpəgözü öldürdüyü boya əsasən səbəb-nəticə əlaqəsi ilə bağlı səhv fikirlər müəyyən edin. Uşaqlar, bu tipli suallarda, baxın, şagirdlər çox səhv eləyirlər. Mən həmişə bunu ümumiyyətlə dərslərdə, ümumiyyətlə bizim qruplarda çox deyirəm. Baxın, burada məsələ o deyil ki, hadisənin biri əvvəl baş versin, biri sonra. Məsələ odur ki, sırf nəticənin səbəbi birinci cümlə olmalıdır. Yəni, səbəb birincili olmalıdır. Yəni, sən ikincini oxuyanda deməlisən ki, bu niyə baş verdi? Çünki birinci də onun cavabı olmalıdır. Məsələn, baxaq. Təpəgöz insanlara zərər verir, Aruz qoca onu evdən qovur. Bax, Aruz qoca niyə onu evdən qovur? Çünki Təpəgöz insanlara zərər verir. Səbəb konkret budur. Bu düzdür. Bizə səhv lazımdır. Səbəb. Qazan xan Təpəgözün əlində məğlub olmuşdu. Basatın Təpəgözə qalib gələcəyinə şübhə ilə yanaşır və inanmır. Niyə inanmırdı? Şübhə ilə yanaşırdı Basatın Təpəgözə qalib gələ biləcəyinə. Çünki özü Təpəgözün əlində məğlub olmuşdu. Bu da düzdür. Səbəb. Təpəgöz yeməklərini bişirmək üçün adam istəyir. Dədə Qorqud bunlu qoca ilə yapaqlı qocanı məsləhət görür. Bəli, niyə bunları verir ona? Çünki yeməyin bişirmək üçün adam istəyirdi. Bu da doğrudur. Səbəb, Qapaqqan kişinin arvadı Basata qardaşının öldüyünü deyir. Basat qardaşının intiqamını almaq üçün hazırlaşır. Niyə hazırlaşır? Çünki Qapaqqan kişinin arvadı demişdi ki, qardaşını Təpəgöz öldürüb. Doğrudur. Səbəb verib ki, Təpəgöz gözündən başqa hər yerinin qılınc batmaz olduğu ilə qürrələnir. Basat süngüsünü qızdırıb Təpəgözün gözünə basır. Düzdür, Basat süngüsünü qızdırıb Təpəgözün gözünə basır. Amma səbəb oydu ki, Təpəgöz qürrələnirdi gözünə, heç yerinə deməli, qılınc batmaz olduğu üçün. Yox, sadəcə orada hətta heç Təpəgöz elə şeylə qürrələnmir. Bu qocalardan öyrənir ki, Basat, bəs onun harasına qılınc batır, o da deyir, bir dənə göz ətdəndir də, belə deyil. Ona görə səbəb deyil bu. Görürsünüz, cavab Y variantı. Sonraki sualımıza baxaq. Belə, deyir ki, Rızanın Qızılgül olmayaydı poemasından verilən nümunə ilə bağlı səhv fikri müəyyən edin. Bir də uşaqlar, bu videonun altında link yerləşdirəcəm. WhatsApp qrupumuza ödənişsiz şəkildə qoşula bilərsiniz. Suallarınız olanda atarsınız, cavabını həm uşaqlar verə bilər, həm özümüz. Həm də Telegram qrupumuz da var, yəni ödənişsiz falan, yəni orada qoşula bilərsiniz. Həm videolar ora atırıq, nə bilim, müəyyən suallar falan işləyə bilərsiniz orada da. Yadıma düşdü, bayaq deməmişdim bunu. Qızılgül olmayaydı poemasından verilən nümunə ilə bağlı səhvi deyir. Evinizə getmədim. Buna ehtiyac var. Gecə yuxa çıxanları gündüz kimi axtarırdı. Bunu Rəsul Uza Mikail Müşfiq haqqında deyir ki, evinizə getmədim. Onu sürgün elədikdən sonra deyir, buna ehtiyac yox idi. Gecə yuxa çıxanları gündüz kimi axtarırdı ki.
Deməli, nümunədə repressiya illərinin haqsızlıqlarından danışır. Çünki gecə yoxa çıxanları gündüz axtarmaq bilirdilər ki, daha bu sürgün olunub da, həmin rejim artıq bunu aparıb. Sonra qafiyə sistemində sərbəstlik var, çünki onsuz da şeir özü Qızıl Gül olmaydı poeması sərbəst vəzindədir. Nümunə müəllifin Müşfiqlə ilk tanışlığını yada salan hissədəndir. Xeyr, ilk hissədən deyil. Baxın, bu artıq müşair Müşfiqin sürgün olunma hissəsindəndir. Ona görə cavab C variantı olacaq. Evinizə gedərkən, evinizə deyərkən Müşfiqin yaşadığı mənzil nəzərdə tutulub. Təbii ki, bunu nəzərdə tutur. Müəllifin səmimi etirafıdır. Bəli, ki, özü deyir, getmədim. Etiraf eləyir. C variantı cavab səhvdir. 69. Dərzi şagirdi Əhməd nağılındakı hadisələrlə bağlı düzgün fikirləri müəyyən edin. Yenə bu da səbəb nəticədir. Ona görə səbəbə nəticəyə fikir verin. Əhməd Pəri Sultanı sevir. Şahbaz qızının Əhmədlə evlənməsinə razılıq verir. Deməli, Əhməd razılıq niyə verir? Çünki Əhməd Pəri Sultanı sevirdi. Çünki odur, səbəb odur. Xeyr, ona görə verir ki, o ölkəsini qurtarırdı. Ona görə verir. Ona görə bu səbəb nəticə deyil. Bizə düzgünlər lazımdır. Dərzi dərvişləri qonaq çağırmaq qərarına gəlir. Əhməd dərvişlərlə görüşür. Bəli, Əhməd dərvişlərlə niyə görüşür? Nətər olur görüşür? Deməli, qonaq çağırmışdı. Dərzi onları, düzdür bu. Əhməd iş görən zaman yuxuluyur. Ustası və dərvişlər onu qınayırlar. Qınamırlar. Yəni, yuxulamana yuxuluyur, amma qınamırlar. Əhməd atların yaşını müəyyənləşdirir. Camaat Əhmədə təriflər deyərək ona dua edir. Niyə dua edir camaat? Çünki yaşlarını deyir atın. Bu düzdür. Sonra vəzirin Əhmədin cavanlığına yazığı gəlir, vəzir Əhmədin öldürülməsinə mane olur. Əhmədin öldürülməsinə düzdür, vəzir mane olur Allah verdi xana. Amma niyə mane olur? Çünki deyir ki, bunu öldürsə yuxunun cavabını bilməyəcəyik. Xana da deyir bunu. Yəni bu səbəb deyil. Cavab oldu 2-4, o da B variantı. 70-ə baxırıq. Vəzirovun müsbət Fəxrəddin faciəsi ilə bağlı cədvəldəki doğru fikirləri müəyyənləşdirin. Fəxrəddinin ətrafdakı insanlara münasibəti. Rüstəm bəyin faciəsini dərk edərək onu anlamağa çalışır. Bəli, Fəxrəddin onun faciəsini dərk edirdi, başa düşürdü, oğlu ölüb və onun faciəsini anlayırdı. Anasının intiqam almaq çağırışına etiraz edir. Bəli, bu Fəxrəddinin anasına münasibətidir bu da. Qan davasına son qoymaq üçün Rüstəm bəylə görüşür. Xeyr, görüşmək istəyirdi, amma görüşə bilmədi. Bunun üçün Rüstəm bəy heç şərait də yaratmadı. Üçü dərhal cavabdan çıxsaz, baxın, cavab arası 2 variant qalacaq. Baxaq, atasının qisasını almaq əvəzinə Rüstəm bəyə haqq qazandırdığına görə anası və qardaşı ondan incik düşür. Anası və qardaşının münasibəti burada artıq Fəxrəddinə bilinir. Yəni, burada deyir, ətrafdakı insanların Fəxrəddinə münasibəti, bu düzdür. Məhərrəm gənc Fəxrəddinə qıya bilmir. Bəli, bu da düzdür ki, yəni Fəxrəddinə qıymır, ətrafdakı insanların Fəxrəddinə münasibətidir. Anası onu qorxaq və cəsarətsiz olmaqda günahlandırır. Xeyr, burada deməli, qorxaq və cəsarətsizlikdə deyil. Sadəcə olaraq deyir ki, yəni mənim dediklərimə əməl eləmirsən, bir növ qan davasına girmirsən. Belə. Deməli, oldu nə cavab? 1, 2, 4, 5. Növbəti sualımız 71. Baxırıq. Aha. 71-də deyir ki, Zakirin Durnalar şeirinin forma, baxın bura fikir verin, forma xüsusiyyətləri, yəni məzmun yox, belə suallar çaşdırıcı olur. Doğru fikir istəyir forma xüsusiyyətləri ilə bağlı. Durnalar şairin qəlbindəki hüzünü, kədəri ifadə etmək üçün bir vasitədir. Bu düzdür, amma məzmundur. Götürmürük. Doğma yurt həsrəti şeirin bədbin əhval-ruhiyyə gətirir. Deməli, doğma yurt həsrəti var, bədbin demək olmaz da, amma ümumiyyətlə bu məzmunla bağlıdır. Lirik növün qoşma janrındadır və sujetsiz lirika nümunəsidir. Bu forma xüsusiyyətidir, janrını falan deyib, düzdür. Misra daxili bölgüsü bütöv söz prinsipinə əsaslanır. Çünki bilirik də qoşmaydı, ona görə də bütöv söz prinsipi olur. Heca vəzinli şeirlərdə, qoşmalarda, gəraylılarda, düzdür. Şeirin bütün bəndləri bədii sualla tamamlanır. Xeyr, belə bir şey də yanlışdır və cavab olacaq. Yanlış deyəndə, yəni həm məzmunda yanlışdır, həm də ümumiyyətlə məzmunla bağlı sualdır da. Yox, forma ilə bağlı sualmış, bədii sual formadır, ifadə vasitəsidir. Amma yəni belə bir şey yoxdur onsuz da.
Cavab olacaq 3 və 4. B variantı düzdür. 72-ci suala baxaq. 72-də deyir ki, nöqtələrin yerinə uyğun olmayan fikirləri müəyyən edin. Məni candan usandırdı qəzəlinin lirik qəhrəmanı, yəni lirik qəhrəman şairin özüdür. Məşuqənin ona etdiyi cəfanı görən fələklərin belə yandığından şikayət edir. Məşuqənin ona cəfa etdiyini görən fələklər deyir. Deyir, fələklər yandı ahımdan muradın şəmi yanmazmı? Bu yanlış fikirdir. Uyğun olmayan fikirlər deyir bizə. Deyir, dərdini gizli saxlaya bilmir, hamıya demək qərarına gəlir. Bu da yanlış fikirdir. Çünki deyir, qəmi pünhan tutardım mən, dedilər yarə qıl rövşən, desəm olub vəfa bilməm, inanarmı, inanmazmı? Hamıya demir, yəni deyir, gizli saxladı. Birinci misradan sonra ah nalə şikayət edir. Bu haradasa doğru fikirdir. Məşuqənin cəfasından usansa da tutduğu yoldan dönməyi alına gətirmir. Bəli, bu da doğru fikirdir. Yəni usanır, amma dönmək istəmir. Məşuqənin üzünü gülə bənzədərək deməli, baharda onunla qovuşacağına ümid edir. Baharda qovuşacağı məsələsi yoxdur. Gül rüxsarına qarşı gözümdən qanlı axar su. Həbibim fəsli güldür bu. Axar sular bulanmazmı deyir. Yəni bir qismət olmazmı buluşaq, görüşək. Amma baharda qovuşacağına ümid məsələsi yoxdur. 1, 2, 5 o da C. Sonraki sualımız Kakoy bomba rabatay. Neysə, mənim də rus dilim biraz çox güclüdür bu arada. Neysə ki, deməli 73. Venn diaqramına əsasən uyğunluğu müəyyənləşdirirsiniz. Bomba ilə nöqtə ilə oğlu. Həyat hadisələri təkcə yol ilə çatdırılan hansıdır? Təbii ki, bombadır. Anı buraya yazacağıq. Çünki o birisi dram əsəridir. Həyat hadisələri nəsr formasında təzahür etmişdir. Nəsr ikisində də nəsrdir də. Bunu buraya yazaq. Oqtay ilə oğlu da nəzmdən deyil ki, o da nəsrləndir. Sadəcə dramatik növdədir. Hadisələr müəllifin dilindən verilir. Müəllifin dilindən verilən bombadır. Oqtay ilə oğlu obrazlarının dilindən verilir. C-ni də buraya yazacağıq. Əhvalat və hadisə yox, onun yaratdığı təəssürat. Bu lirik növ xüsusiyyətidir. Ona görə bunu ümumiyyətlə siləcəyik. Yəni təəssürat lirik növdə olur, yaratdığı təəssürat. Həyat hadisələri obrazların hərəkət və danışığı. Hərəkət və danışıq Oqtay ilə oğlu əsərindədir. Bunu da yazırıq bura. Cavab A, C, B, Y. Bu da haradadır? A, C. Yox, A, C, Y, sonra B. 2 bu tərəfdədir. Deməli belə. D variantı. Sonra 74. Mənim mikrofonum işləyirmi? İşləyir. Deməli belə. Səhv fikir istəyir, səhv fikir. Açıldı bayraqlar, çalındı boru. Fələk görməmişdi bu vurhavuru. Toz ərşə dayandı, göy dumanlandı. Torpaq şahə qalxdı, toz da canlandı. Qıvrıla qıvrıla boz bir əcdaha gəlirdi salama büzülmüş şaha. Deməli bu deməli Səsli Qız poemasının Qalib Şahın ölkəyə gəlişi hissəsindəndir. Deməli bu bir düzdür. Ölkənin mühasirəyə alınması səhnəsi ilə bağlı hissədəndir. Bir düzdür. Deməli, mühasirəyə alınması səhnəsindəndirmi? Mühasirə yox. Bu artıq ölkəyə girmişdir. Epik təkkiyə əsaslanırmı? Epik təkkiyə var. Bizə nə deyir? Səhvi. Süjet xəttinin ekspozisiya mərhələsindəndir. Bu ekspozisiya deyil də zavyaska, yəni düyün artıq şəhərə girib. Ona görə bu səhvdir. Qalib Şahın gəlişinin təsviri verilibmi? Təsviri də Qalib Şahın gəlişinin təsviri bəli, verilib, elə bayaq demişdim. Və 2, 4, burada səhv fikirlərdir. Cavab Y variantı. Növbəti 75-ci sualımıza baxaq. Koroğlu dastanı əsasında klasteri tamamlayan fikirləri müəyyənləşdirin. Əsas qəhrəman döyüşə girdiyi insanların hünərini etiraf edir. Bəli, Gizroğlu Mustafa bəylə qarşılaşmasını yada salsaz, orada onun qəhrəmanlığını etiraf edir. Hakim dairələr üçün ciddi narahatlıq doğururmu? Əsas qəhrəman Koroğlu. Düzdür bu. Qadınların arzusunu yerinə yetirmək üçün Bağdada gedənlərin sırasındadır. Bağdada durna teli gətirməyə gedənlər Bəlli Əhməd idi, Eyvazı idi, bir də Dəmirçioğlu idi. Yəni Koroğlu yox idi. Ona görə də sən də gəl bu tərəfdə oyna. Deməli, səhv fikirdir.
Onu Bolu bəyə satan Mehdər Murtuzu bağışlamır, qılıncdan keçirir. Xeyr, Mehdər Murtuzu bağışlayır və özünlə Ərzincandan deməli gətirir Çənlibelə. Düşmən əlinə keçəndə öz kimliyini danır. Bu Koroğlunun onsuz da xasiyyətidir. Bağışlamır, bu səhv idi də, hə, bağışlamır. Deməli, nə oldu bizə? Düzgün fikirlər 1 və 4. Bağışlamır səhv idi də demişdim. Bağışlayır axı. Deməli 4. Belə 76-ya baxaq. Qəhrəmanın verilən xüsusiyyətlərinə əsasən Cəlil Mətqulzadənin əsərin adını müəyyən edin. Adi insani davranışdan xəbərsizdir. Kəndin adı rəmzi məna daşır. Kəndin adı deməli Qapazlı kəndi idi və Qapazlı da kiminsə qapazının altında yaşayan bu mənada rəmzi məna daşıyır. Mənəviyyatındakı qüsurlar ucbatından çıxılmaz vəziyyətə düşür. Bilirsiniz, əsərin sonunda çıxılmaz vəziyyətə düşür. Cavab B variantı. 77-ci suala baxırıq. İskəndərnamə əsərində İskəndər cavab yəqin o tərəfə düşüb, altında baxarıq buna. Misirlilər deməli zəncilər haqqında məlumat verəndə zəncilərin hədsiz qoşunundan qorxuya düşür. Bəli, İskəndər əvvəlcə qorxuya düşür, amma deməli Ərəstunun məsləhətindən sonra ürəklənir və gedir döyüşə. Zəncilərin Misirdən sonra Ruma hücum edəcəyini bildiyi üçün Misirlilərə kömək etməyə razılıq verir. Təbii ki, Ruma hücum etməklə bağlı bir şey yoxdur, yanlışdır. Misirliləri zəncilərin zülmündən xilas etmək üçün vəziri ilə məsləhətləşir. Bayaq dedim, məsləhətləşir, deməli Ərəstu ilə. Zəncilərin üzərinə adi quldur kimi qəfildən basqın etmək təklifini qəbul etmir. Ümumiyyətlə, ona zəncilərin üzərinə qəfil hücum etməklə bağlı bir təklif də yox idi. Bu Dara ilə döyüşdə var idi. O da deyirlər ki, Daranın döyüşçüləri sərxoşdur, hücum eləyir. O da deyir ki, mən quldur basan deyiləm ki, gecə vaxtı ora hücum eləyəm. Zəncilərin üzərinə qoşun çəkərkən Kayanlardan kömək alır. Heç Kayanlardan kömək almır. Kayanlar bilirsiniz Daranın nəsli idi. Və çünki belə deyək də, Daranın həmin vaxt onunla əlaqəsi belə deyək, zəif idi. Yəni 1-3. Cavab olacaq 1-3. O da cavaba baxaq hansıdır? C variantı. C variantıdır burada. Sonra hansı nümunədə müəyyən bir əşyanın əlamətinin digər əşyanın üzərinə köçürülməsi, yəni metafor yolu ilə bədii təsir gücü artırılmışdır. Yığıb ətəyini yollar da artıq, qoymadı dağıla, dolular daha. Deməli, yığıb ətəyini yollar, yollar ətəyini yığıb demək elə metafordur da, elə cavab budur. Yolların ətəyi olmur ki, yığa. Sonra, xəzan da görmüşəm, çiçəkli yazda, nəğmə tək gəzmişəm, dildə ağızda. Nəğmə tək burada təşbih var, xəzanla da hətta yaz burada təzaddır, yəni metafor deyil. Qızıl balıq kimi qızıl şəfəqlər, üzür balıq kimi qızıl şəfəqlər. Qızıl şəfəqlər burada epitet, qızıl balıq, epitet, balıq kimi təşbih, metafor yoxdur. Alma yanaq, ay qabaq, aşiq oldum sana ayna. Alma yanaq, ay qabaq demək də burada nədir? Epitetdir. Ta uçma, çəkinmə, məni görəndə mən uşaq deyiləm indi qaranquş. Qaranquşun da uçması falan, bu da normal bir şeydir. Elə uçan qaranquş olur da. Cavab A variantı, metafor var orada. Eyni ədəbi dövrə aid olan və eyni janrda yazılan əsərləri müəyyən edin. Güş qıl, durnalar, könlümü, hayf ki yoxdur söz. Buradan dərhal söz qəzəlini çıxırıq. Bunların hər hansından birindən eyni dövrdə deyil, orta dövr nümunəsidir. 5-i çıxanda da yerdə qalan cavablara baxaq. Güş qıl, müxəmməsdir, durnalar, qoşmadır. Eyni dövrdə 19-cu əsrdə yazılsalar da, deməli, yeni dövrün ikinci mərhələsində. Amma janrları eyni deyil. Eyni janr deyil, baxın. Bu müxəmməsdir, bu da qoşmadır. Könlümü 17-18-ci əsrlər vidadi, hayf ki yoxdur, eyni dövrdür və nədir? Bir də ikisi də qoşmadır. Cavab olacaq 3-4. 3-4 Y variantı. 80-ci suala baxırıq. 80. Eyler-Venn diaqramına əsasən Mircəlalın açıq kitab əsərindəki obrazlarla bağlı uyğunluğu müəyyənləşdirin. Rübabə ilə Vəzirbəyli ikisi də müsbət obrazdır, bilirsiniz. Gəldiyevin bir qadasında oxumaqdan imtina edən Rübabədir. Keçir Vahidin bir qadasına. Anı buraya yazırıq. Layihənin qiymətləndirilməsində obyektiv münasibət göstərən Vəzirbəylidir. Qiymətləndirən Rübabə deyil. Beni buraya yazacağıq.
Sağlam düşüncəli müasir gəncliyin nümayəndəsi Rübabədir. C-ni bura yazırıq. Öz şəxsi mənfəətini hər şeydən üstün tutan bu Gəldiyev idi. Bir də Verdiyev idi əsərdə. Atırıq. İxtisas da mühəndisdir. İxtisas da mühəndis olan kim idi? Deməli ikisi də bu oxuyurdu hələ, amma o da mühəndis idi. Yeni də bura yazırıq. 1-ə AC, 2-yə B, 3-ə də Y. Cavab deməli Y variantı. 81-ci suala baxaq. Açıq sual, yox 83-dən başlayır, açıq eləmi? Hə. Namərd gülləsi əsərindəki Niftalı Koxu obrazı ilə bağlı düzgün fikirləri müəyyənləşdirin. Kərəmdən xahiş edir ki, mürşiddən onun intiqamını alsın. Ümumiyyətlə, hər hansı bir intiqam almağı xahiş etmir Kərəmdən. Deməli, Kərəmlə danışığında olan son diləyinin həyata keçdiyi təəssüratı yaranır. Kərəmlə danışığında son diləyi nə idi? Kərəmin onu vurması. Çünki namərd əlindən ölmək istəmirdi. Bu var. Deməli, B variantıdır, düzgün fikir. Gəlmə mürşüdü ev-eşik sahibi etdiyi üçün atası ondan incik düşür. Belə şeyə görə atası inciməmişdi. Atlıları görəndə ona güllə atanın Kərəm olduğunu zənn edir. Kərəm haqqında düşünürdü ki, o heç vaxt ona güllə atmaz. Çünki Kərəm silahsız adama güllə atan biri deyildi. Cavab B variantıdır. Y-yə də buradan baxaq. Y-də də nə deyirdi? Vəzifəyə keçməzdən əvvəl hətta atasının sağlığında da səksəkə içində yaşayırdı. Atasının sağlığında deyil. Vəzifəyə keçəndən sonra səksəkə içərisində yaşayır. Vəzifəyə keçəndən sonra. Deməli belə. Sonra Venn diaqramına əsasən Anarın keçən ilin son gecəsi əsəri ilə bağlı uyğunluğu müəyyənləşdirin. Qəzənfərin səsi, bir də Eynəkli kişinin nitqi. Bir nəslin başladığı işin ondan sonra gələnlərin davam etdirəcəkləri qənaətində olan kim idi? Deməli, bu Qəzənfərin səsində idi. Anı bura yazacağıq. Sonra, övladlarını böyütdükdən sonra olan davranışları haqqında fikir söylüyor. Həm Qəzənfər fikir söylüyor, həm Eynəkli kişi. Və Qəzənfər müsbət fikir söylüyor, Eynəkli kişi mənfi fikir. Bunu ortaq cəhət kimi götürək. Övladları vəfasız adlandırmağın əleyhinədir. Lehinə deyil, ha. Əleyhinə yəni onun tərəfində deyil. Qəzənfəri deyə bilərik. C-ni bura yazacağıq. Bütün övladların qədir bilməz olduğunu iddia edən Eynəkli kişidir. Təbii ki, bura yazırıq. Sevdiyi sənəti ailə qayğılarına qurban vermişdi. Bunun heç biri deyil. Bu da Qəzənfərin yoldaşının adı nə idi? Bax. Görürsünüz, bax, görürsünüz. Bir dənə adı yaddan çıxdı. Yazın siz, yaxşı. Sizə bıraxıram bunu. Deməli, bu sevdiyi sənəti ailəsinə qurban verəndə Qəzənfərin yoldaşı idi ki, o oxuyurdu, səsi var idi. Arvadın adı yadıma düşmədi, bax. Nəysə ki, deməli belə, 1-ə AC, 2-yə D, 3-ə B. AC, D, B. D variantı. Yadımdan çıxdı ad. Aldanmış Kəvakib əsərində obrazların nitqinə əsasən müəyyənləşdirmək olar. Vəzifəyə təyin edilənlər tutduğu vəzifəyə görə müəyyən miqdarda pul verirdilər. Bu, Aldanmış Kəvakib əsərində aiddir obrazın dilinə. Yəni, Vəzir Mirzə Möhsünün nitqindəndir. Şah əmirlərin evinə gedəndə ev sahibi şahın ayağı altına qumaş parçaları salır, bir qədər də pul bağışlayırdı. Bu da elə Vəzir Mirzə Möhsünün nitqindəndir. O deyir ki, yəni mən belə bir qanunlar vermişəm filan. Mollabaşının Münəccimbaşı ilə köhnə ədavəti vardı. Bu var, amma nitq deyil. Bu müəllifin sözündə keçir orada. Şah Abbasın nəvəsi ona varis oldu. Bu da müəllifin sözündə keçir. Deməli, Şah Abbasın atasının hakimiyyəti dövründə dövlət xəzinəsi boşalmışdı. Onu da deyir ki, Vəzir Mirzə Möhsün deyir ki, mən vəzifələri pulla sataraq dövlət vəzifələrini pulla satıb doldurdum da xəzinəni. Və cavab 1, 2, 5 olacaq. Deməli belə. Növbəti 84-cü suala baxırıq. Hansı ədəbi qəhrəmanların insani duyğuları intiqam hissindən yüksəkdə dayanır? Burada müsbət obrazlar götürəcəyik. Daşdəmiri çıxırıq. Daşdəmirin insani duyğuları ölmüşdü onsuz da. Deməli, Səlmanı götürərik. Oğlunun qatilini bağışlayır Muradı. İxtiyar şeyxi götürə bilmərik. O da intiqam deyə yaşayırdı. Qızı Xavərin, nəvəsi Xavərin intiqamını almaq istəyirdi. Fəxrəddin, bəli, müsbət obrazda onun intiqam hissi yox idi, belə deyək. Şəkinski də deməli, bu da mənfi obraz idi. Bilirik ki, Oqtaya qarşı
2 və 4 deyəcəyik buna. 85-ə baxaq. Qoca və dəniz əsərinə əsasən qoca balıqçıya aid olmayan xüsusiyyətləri müəyyən edin. Sadə təvazökar olmağı doğru fikirdir. Yəni qoca balıqçı elə idi, aid olmayan fikir. Pivəyə qonaq elədiyi üçün oğlana təşəkkür edir, manalinə deyir, düz deyir. Oğlanı özü ilə balıq ovuna aparmağa razı salır. Heç bu ona çalışmırdı axı. Hətta razı deyildi aparmağa, çünki onun valideynləri istəmirdi onu. Tutduğu iri balıqdan sahilə heç nə gətirə bilmir, amma skeletini gətirmişdi, ona görə bu səhvdir. Gözlərinin çanaq balığı ovunda zəiflədiyinə təəssüflənir. Əksinə, çanaq balığı ovuna gedəndə oğlan soruşur ki, ondan niyə sənin gözlərin bəs zəifləmir? Digər balıqçının gözü zəifləmişdi. Bu da deyir ki, mən deyir, qəribə kişiyəm. Deməli, nə olur cavab? 3, 4, 5. 87-ci suala baxırıq. Yoxsa 86. 86. Heydər Bəy Əsalam əsəri haqqında düzgün fikirləri müəyyənləşdirin. Şair əsərdə sürgün həyatının kədərli xatirələrinə də toxunur. Deməli, sürgün həyatında danışmır bu əsərdə. Heydər Bəy Əsalam əsərindən tez-tez verilir özü bu cümlə, amma sürgün həyatından danışmır. Sürgün həyatından danışdığı başqa əsərləri var. Xalq etnoqrafiyasına məxsus cizgilər geniş əks olunur. Yəni, xalq mədəniyyəti, xalq dünya görüşü, bayramlar, adətlər falan bunlar var. Müəllifin bəzi üstörtülü ifadə edilən mətləblərə də toxunmaqdadır. Üstörtülü mətləblər nə idi? Şimal-cənub ayrılığı falan bunlara yer verilib. Vətən haqqında səmimi hisslərin ifadəsi mühüm yer tutur. Elə ən vacib məsələlərdən biri də bu əsərdə. Düzgün fikirdir. Müəllif təhkəsində epik lövhələrə geniş yer verilir. Epik lövhələrə geniş yer verilmir. Çünki bu əsər özü epik əsər deyildi, lirik əsər idi. Lirik əsər olduğu üçün də deməli cavab düzgün fikirlər 2, 3, 4 olacaq. Belə. 87-ci suala baxaq. Sabirin əsərləri ilə bağlı uyğunluğu müəyyən edin. Əkinçi, neylərdin lahi və ortaq cəhətlər. Belə bir sual əslində heç biz topluluqda falan görməmişik. Yəni görürsünüz, əkinçini verib, neylərdin lahi, bir də ortaq cəhətləri verib. Venn diaqramının elə bir xüsusiyyətidir əslində. Milli və bəşəri bəlalar vəhdətdə təqdim olunur. Bu neylərdin lahiyə aiddir. Anı buraya yazacağıq. Yəni milli və bəşəri dəyərlər əsas neylərdin lahidə var. Əruz vəzninin həzəc bəhrində ikisi də yazılıb. Bunu ortaq cəhət kimi götürəcəyik. İkisi də əruzun həzəcindədir. Şeir vahidi beyt olan, bu da neylərdin ilahidir. Cəni də buraya yazaq. Zəhmətkeş insanların acınacaqlı, ikisində də zəhmətkeş əkinçilərlə bağlı şeylər, məqamlar var. Deməli, ona görə bunu ortaq cəhət götürəcəyik. Və satirik tipin dilindən olan əkincidir. Neylərdin ilahi müəllifin dilindəndir. Və 1-ə Y, 2-ə AC, 3-ə də B-dır. Belə uşaqlar, Bəxtsiz Cavan əsərindən bir parça verilib. Bunu ekranı saxlayıb özünüz oxuya bilərsiniz. Mən oxumuram, sualları cavablandırmağa çalışacağım. Belə. Suallar da nə olub? Suallar belə bir şeylər olub. Məsələn, belə bir cədvəl olub. Deyib ki, Bəxtsiz Cavan əsərindən parça və Müsyo Jordan Dərviş Məstəri əsəri ilə bağlı cədvəli doldurun. Məzmun ilə bağlı ortaq cəhətlər. Məzmun ilə bağlı ortaq cəhətlər. Deməli, hər ikisində məzmunda təhsilə önəm verən obraz var. Bunu yaza bilərsiniz. Təhsilə önəm verən obraz var. Hər ikisində deməli, baş qəhrəmanın təhsil almasına əmsi yardımcı olur. Bunu yaza bilərsiniz. Hər ikisində cahil kütlə var. Onu da yaza bilərsiniz və s. Forma ilə bağlı da ortaq cəhətlər yazırsınız. Dramatik növdədir. Bura yazırsınız. Dramatik növdədir. Sonra monoloq diyaloqlardan istifadə olunub. Remarkalardan istifadə olunub. Yəni, dramatik növün xüsusiyyətlərini yazırsınız bura. Belə. Sonraki suala baxaq. 89. Bəxtsiz Cavan obrazlarla bağlı cədvəli tamamlayın. İndi burada baxaq. Ortaq cəhətlər Fərhadla kim? Fəxrəddin. Ortaq cəhətlər hər ikisi təhsilə önəm verirdi, təhsilli idi. Hər ikisi əmisinin deməli, maddi yardımı ilə təhsil almışdı. Bunu da yaza bilərsiniz. Hər ikisi dövrünün cahil kütləsinə baxmayaraq savad alan şəxslər idi. Onu da yaza bilərsiniz və s. Fərhada yaza bilərsiniz ki, deməli, hələ ki təhsil alırdı, təhsilini başa vurmamışdı. Fəxrəddinə yazısı təhsilini başa vurmuşdu. Məsələn, Azarxana məktəb falan açmış da yaza bilərsiniz Fəxrəddinə. Fərhada da yaza bilərsiniz ki, rus dilindən kifayətlənmək istəmir. Deməli, tibb təhsil almaq istəyir. Məsələn, Fərhad tibb təhsil almaq istəyir, Fəxrəddindən fərqli olaraq və s. Yəni, belə doldura bilərsiniz. Dediklərimi yazsaz kifayət eləyir.
Cədvəl doldurun. Bədii təsvir ifadə vasitələri və nümunə. Baxın, mən bunu ilə 3 dənə nümunə istəyir buradan. Mən elə nümunənin üzərində deyim sizə. Aha, baxırıq. Bax, burada bir dənə belə bir şey var. Gedim Xarkov şəhərində həkimlik oxumağa. Ora yazırsınız inversiya, nümunədə bunu yazırsınız. Sonra bax, belə bir nümunə yaza bilərsiniz buradan. Deyir ki, qaranlıqda qalanlara çıraq olsun, çıraq kimi olsun. Bunu yaza bilərsiniz. Qaranlıqda qalanlara çıraq olsun, təşbih. Məsələn, boş fikir, boş qab bilirik ki, həqiqi mənadadır. Boş fikir nədir? Epitet yaza bilərsiniz. Məsələn, bunları yazsaz kifayət eləyər. Bu qədər uşaqlar, hələlik özünüzə yaxşı baxın. Videomuzu bəyənin, kanalımıza abunə olun ki, daha çox qarşınıza çıxaq, daha çox faydalana bilərsiniz. Hər kəsə uğurlar.